diyeyim. Ay 8'inde, gün 8'i değil, dünən də 8'i. Dünənki gündə İsmail Vəliyev Bənd İdarəsinin buradakı nümayəndəsindən xahiş edib ki, burada gəlib telin altında güya torpaq tökürlər deyə maşının arxasını qaldırsınlar Kamazın, tel maneçiliyi törədir, bəndin yuxarısında həmən o dağın üstündən onun şəklini çəksinlər. O adam imtina eləyib, mən bənd vurma işim bu sahədə qurtarmışam, artıq ora maşın çıxartmağa ehtiyac yoxdur, gedin öz işinizi özünüz görün, bizi bura cəlb eləməyin. Bundan sonra İsmail Vəliyevin göstərişi ilə Pravkor deyilən bir idarənin ekskavator bura yönəldiblər. Bəndin üstündə fotoqraf dayanıb, o tel maneçiliyi törədir deyə teli göstərsinlər. Tel də ayın 28-i tarixindən İsmail Vəliyevin göstərişi ilə açılmışdı. Yalandan ki, Bənd Vurma İdarəsinin məktubuna əsasən tellər maneçiliyi törədir açılsın. Amma Bənd Vurma İdarəsinin göndərdiyi məktubda bu tel yox, mənim sahəmdə olan tellər yox. Aşağıda hava bürosunun yanında olan 6 dənə dirəyin maneçiliyi törədildiyi göstərmişdi. 28-i tarixində mənim işığım açılmışdı. Sağ olsun Azərbaycan rəhbərliyi onların göstərişi ilə ayın 5-i tarixində bu xət bağlanmışdı. Mənim işığım bərpa olunmuşdu. 7-si tarixində İsmail Vəliyevin şəkil çəkdirmə metodu baş tutmadığından... Hansı ay olub? Oktyabr ayı olub? Oktyabr ayının. Bu sentyabr ayının axırından başlayıb işığın kəsilməsi Oktyabrın 25-də bərpa olub, Oktyabrın 5-də bərpa olub. Oktyabrın 7-sində İsmail Vəliyevin şəkil çəkdirmə metodu baş tutmadığından baş kəsəni memar adında Rüstəm Tahirovu göndərib polisin müdaxiləsi ilə mən Daxili İşlər Nazirinin qaynar xəttinə zəng elədim. Qaynar xəttdən yerli Daxili İşlər şöbəsinə sərəncam oldu. Onlar da məni ora dəvət elədilər. Həmən dəvət olunma ərəfəsində İsmail Vəliyevin köməkçisi, özü memar olduğu halda İsmail Vəliyevin sağ əli kimi iştirak edən binaların çöküntüsünə sərəncam verən, mağazaların çöküntüsünə sərəncam verən, qanun qayda bilməyən, məhkəmə qərarı olmadan dünənki gündə mənim işıq dirəklərimi ekskavatorla çopuz sürətdə darmadağın eləyib, bu çənin, bu antenanın onun altında olan işığın çökülməyə ehtiyacı olmadığı halda gördüyü şəkildə vandalizm kimi çökülüb, yerə çırpılıb, özünün də dediyi budur. Bizi prezident göndərməyib. Biz bizi göndərənə tabi yox. O adamın da adım mən hörmət əlaməti olaraq çəkmək istəmirəm. Çünki o adam özü üstünə gedənin həmişə köməyində olub, onun maddi vəziyyətinə kömək edib, bir günləri heç kəs deyə bilməz ki, həmən adam məni incidib, ondan narazı qalmışam. Amma bu günləri İsmail Vəliyev həmən adamın adından istifadə eləyərək Neftçalada zülm edir. Qanun qayda bilmədən. Bu da bəhrəsi. Fikri də odur ki, özlərinin Kür qırağı sahilində Bənd bərkitmə adı altında betondan döşəmələr, beton döşəmələr tökürlər. Xəstəxananın sanitarkalarından həkimlərinə kimi qanunsuz şəkildə
bütün idarələrdən, bütün idarə müdürlərindən beləcə mənim kimi qorxudub, çəkindirib, çökürəm adı altında qanunsuz olaraq pul alırlar, həmən bəndlərə sərf edirlər. Mənim də İsmail Vəliyevlə memar Rüstəm Tahirova göndərdiyim sifariş bu olub, sözüm bu olub ki, dünya tanıyır ki, Azərbaycan dövləti varlı dövlətdir. Bu dövlətin həm sərvəti, həm var dövləti, həm də rəhbərliyi elə bir səviyyədədir ki, heç kəsə əl açmağa ehtiyac yoxdur. Əgər dövlət özü məsləhət bilsəydi, bu bəndi heç bir kəsin köməyi olmadan dilənçilik yolu ilə içməzdi ki, bu dövlət proqramı olmadığına görə onlar özləri için burada mülk salırlar. Bu sahədə restoran, kafe, bar, çayxana, kompüter, məndən isə sağ tərəfdə axırdan restoran, üzü bəri yenə də